Bugün 3-cü imtahana gedirik. Demək, analizdən diskretə getirilmişik, keçmişəm. İndi tarix verdik, kəsmə ehtimalım böyük olan bir səndən. Ama keçəcəm. Arkadaşım bana yardım edəcəyim. O da sana güveniyorum. Canım arkadaşım. Qonşularla bezib dərs adam. İndi gedirik. İmtahanəməyə hamısını görək, neçədən imtahana kəsib, neçədən imtahan. Onu keçib. Bu digər YouTuber'dəyim. Neyse ki girmə. Bu digər YouTuber'imizdəyim. Ben de. O məşhurlaşındır. Uşaqlar abone olun. Abone olun. Koyarsan buralara. Hə, onun səhifəsini qoyacağam. Abone olun. Hə, onun səhifəsində bütün qrup uşaqların haqqında məlumat var. Yəni öyrənmək siz gedib oradan öyrənə bilərsiniz. Yani hansını istədiniz seçin, beğenin, alın. Yazın ben. İmtahan barəsində nə düşünürsən? Olmasaydı yaxşı olardı. Yani benim imtahan alacağında ağlamağım gəlir, ürəyim bulanır. Özümü öldürmek. Özümü öldürmek Oranı sansürləyəcəm. istəyirəm. Yine başladı ürəyim. Ha, tamam, imtahanı da. Əsas o da həyat imtahanından keçmiş. Kırılmış boğazım, bekliyorlar yol ağzımda onlar. Bir gün beni sorarlarsa susacağım. Başlar. İmtahan barəsində nə düşünürsünüz xanımsa? Ağzıma salmasın. Heç nə. Yaxşı, imtahan barəsində nə düşünürsən? Düşünürəm ki, bizə tuzaq qurublar. Gələ-gələ də o fikirləşirdim ki, birinci bizi 415-ə saldılar ki, orada nəzarət eləməsinlər bizə. Saçım yaxşıdır danışanda. Hə. Ondan sonra ikinci səfər bizi bura saldılar ki, məsələn köçürməyənlər belə köçürsün ki, yəni bura nəzarət yoxdur da, amma Ağzını açma da. birdən belə giriş falan Təsəvvür et, eləsələr. məncə birincidə Fuad gəldi də, ikincidə gəlmədi. Dedi, hamıcı əminliklə birlikdə gəldi. Üçüncüdə dedi, salamun əleykum. Otağı da eyni qoyublar ki, bu otağa heç kim girmir düşüncəsi bizdə yaransın. Bu Çıxar mıyız? Biz yer miyiz? danışıram, röportaj verirəm, biraz hörmət edin də. Bu qədər. Fikrimdə ki, yoxdur. Əsas Digər 17 imtahanlar aldım, necə keçdi? Digər imtahandan heç kimin kəsilmədiyi imtahandan mən çıxarıldım. Çoxunun kəsildiyi imtahandan mən keçdim. Mən Yəni də. heç nə 4 suala 26 bal verirlər. Bu nə yaşa? Mənə 5 sualıma 26 verirsən, nə danışsan? Məncə o yaşa. Bu tarixdən bəs nə düşünürsən? Tarixdən dediyim kimi 47 ilə girəm səhv eləmirəmsə 17 17-dən lazımdır qılı-qılıcıca. mənə. Hə, fiyo. Onu da Keçəcəksən. yaltaqlıqla almışam, yəni dərs danışmışam, alnımın təri ilə, sadəcə imtahana hazırlaşmışam. Bu qədər. Siz nə düşünürsən? Çəkmə. Çəkirəm, de da. De. İmtahanlar barəsində nə düşünürsən? Neçədən imtahanlar keçirsiniz? Qətliyam deyim, imtahan deyil, Allah'ım olsun. Qəşə düşünürəm. Hə, sən hansı keçirsən? Hə, danış. Danış. Olsa qətliyamdır da, inşallah kəsilməyə gəlir. Baş ver, keçəcək. Sən nə düşünürsən imtahanlar barəsində? İmtahanlar barəsində bir dənə kəsrim gəlir. İkinci kəsrim gəlir. Allah üçüncüdən qorusun. Heç kim. Heç nə, hamıya uğurlar. İnşallah keçərik. İnşallah. Heç nə yox deyə. O qədər. Filmin sonu. İmtahanlar barəsində. Heç nə, tələbə soyqırmıdır bu. Neçəsindən keçirsən, neçəsindən kəsilirsən? İkisindən keçmişəm. Deyəsən bir kəsirim gəlir bu imtahandan. Bax da nə olar, yaxşı olar inşallah. İnşallah. İnanıram, keçəcəksən riyaçı. İnşallah. Barəsində nə düşünürsən? Mən kəsilmişəm. Hansına? Tarixdən. Gözəl danış da, hörmət elədim. Bu imtahanlar haqqında nə düşünürsən? Universitet haqqında nə düşünürsən? heç də bu semestr bizim qrup məhv oldu. Neçə nəfər kəsir, neçə nəfər? Düz 20-ni vurub keçəcək. Tanış sonra git də. Danışım bir saat mənə danışdırsan elə. O birləri danışdım ki, hansı? Hə, nə düşünürsən də? Tam dəqiqdir. Deyirəm heç də 20-dən yuxarı getdi kəsilən olsun. Tarixdə bəs neçə nəfər kəsəcək səncə? Tarixdən bir yardasa 8-9. Qarpız satmaqla məşğuldur, ona görə vaxtı olmayacaq. 8-9 var. Oxuyubsan həqiqi? Birin oxumamışam. Sən çox yalancı insansan. Ağam nə düşünürsən imtahanlar barəsində? Necə olacaq? Neçədən kəsir, neçəsini keçirsən? Heç. Danış da.
Həzrət TV-dir. Aman danış. Çəkmə. İşdən keçənmə danışır, telefon tutun. Məndən artıq oğlansan, mən bir saat danışıram. Danış. Həzrət TV. Bərəkət haqqı selfidir. Gülümsə, gülümsə, çak, çak, selfie. Bir dənə kəsirimiz var. Buyurun. İnşallah biri də yoldadır. Ağamı tanıştırın. Hə, sual ver, cavab versin. Röportaj. Ağam siz bu imkandan nə gözləyirsiniz? Gözləmir. Ağam müəllim durun burada görün. Ağam kim görün? 12 dənə oldu. Yanın görün ağam müəllim. 50 balda necə gözləyirsiniz? dənə kəsri var. Kəsirim var sənin, ağla. Öl yetimin ağla. Mahnını qoyarsan ha kafanda. Hansı? Hə, 100% qoyacağam. İmkanlar barəsində düşünürsən. Necəsini keçirsən, necəsindən kəsilmirsən. Keçmişəm, hələ keçimdən kəsilməmişəm, kəsilməyəcəm də. İnşallah. Hə, nə düşünürsən? İmkanlar və universitet barəsində. Qarşın, tətilə girək artıq. Yetər, sıxıldım. İnşallah hamısından keçəcəyik hamımız. Bay. Necəsən Rəvan? İmkanlar barəsində nə düşünürsən? Necəsindən kəsilmə var, necəsindən keçimsən? Birindən keçmişəm. İkincisindən keçmişəm. Bundan da kəsilsiyəm. Bundan sonra ikisindən keçəsiyəm. Bundan sonra axırıncıda kəsilsiyəm. 3 kəsilməm. Bu semestr bağlamaq istəyirəm. 3 kəsilmə? Niyə kəsilsən ki? Kəsilmə, oxu kəsilmədə. Əzbər fənlərdə mənim. Eynən, humanitarlarda. Humanitarlarda diskret riyaziyyatdakı. Diskret riyaziyyat çox qəşəng idi, rahat idi özdə. Sən oxumadın. Mənim seçdiyim rahat deyildi çünki son dərsləri oxumuşum. İlk dərsləri oxumuşum. Və niyə dəyişmədin bilətivi? Bilmirəm. Ümumi olaraq nə düşünürsən? Ümumi olaraq birinci keçid daha arxainlik yaratdı. Birinci tarix, daha açıq. İkincisindən sonra biraz məsuliyyət gəldi, amma orada çox olmadı. Bunu da oxumayıb keçməyə güman edirəm, amma oxumayıb keçən şeydən də keçən şey olmaz. Yəni heyr mənbə ya da mövlanı da olmazsan, məndə də heç bir şey yoxdur. Ona görə bundan da keçməsin. Bizlər fənləri bilmirəm. Sağ ol. Diskret riyaziyyatdakı Aha. rahat idi. Rahat idi, amma keçmədin. Çünki Allahın sopası yox ki. Allah varmı ki, sopası olsun deyəsən, bütün dindar kəsimlər tərəfindən və onun dışlamasıdır, ona görə ehtiyacım var. Çox, sardı. Sağ ol. İmtahanlar barəsində nə düşünürsən? Neçə imtahandan kəsilmişsən, neçəsindən keçirsən? Biz imtahandan keçirmişəm, hamısından keçirmişəm. Bundan sonra hamısını keçəcəm. Tarixdən 17 gözləyirəm. Ümumi imtahanlar, universitet barəsində nə düşünürsən? Səncə? Mənim öz fikrim axırdakı yəcək. Bir dəfə iyundan yanvar ayı olmasa, universitet çox qəşəng yerdir. Bu semestr necə keçdi? Bu semestr nə fikirləşim? Qəşəngdir, bir normal. Ya lazım olduğu kimi. Mən diskretdən keçdim, mən diskretdən keçmişəm. Heç kimin keçən ayrılaşdı. Ya bu deməyim. İmtahan qutarsam sözümü təzədən deyəcəm. Axırda səni bir dənə çəkəcəm. Öpürəm, sağ olun. Öpürəm, kim deyənə öpürəm. Yeni Azərbaycan Partiyası yaradılmışdı. İmtahanlar və təşkilat. Hakim təşkilatımız oldu. Konulardan niyə çəkirsən? Panik verəm aslında. Nur edib üzümə, salam. Nur Səma. Növbəsinin imini gidişi var. Hamı düşürür bir karede. Sən o tərəfə deyil. Ayşunuz deyirdi, mən şəriyyətdə o tərəfə. Niyə bu qədər şey durdun, köç durdun? Səma, ya bulamaq istəsən də tükəlmirsən sən. Yəni kameramı alıram, sağ olun. Görürsünüz, şiddət var bizim universitetdə. Bunu tutun. İmtahandan girən uşaqlar siz Gəlin alın. Ay, tərmin yox şey. Altar olmalı. Nöbrəsdən köynəyi dışı gözləməcəsən. 18 mal, gəl al da, nə gözləyirsən, gəl al da. Gəl al. Evliliyi verilişində, evlisi başlarına verilir. Ada yox. YouTube'a çəkilək. Sağla gidiyorsa evliliyi verilişlər.
Gələcəm Seyfəddini çəkim. İmtahanlar barəsində nə düşünürsən Seyfəddin? Əsasını elə götürüb ki, əsgəriyə yəni başqa şey yox. Yəni bir dənə kəsim olsa Röportaj ver də, tut da. Hə. bu imtahana 25 bal gözləyirəm. İnşallah. Neçəsindən kəsibsən, neçəsindən kəsibsən? Bir dənə kəsim var. İnşallah bugün bağlayarım. Gözləntim sıfır. Heç başqa deyiləcək bir şey yoxdur. İnşallah. Gözlərimdə üzüm var. Rahat olmayın, keçəcək. İnşallah. İmtahanlar barəsində nə düşünürsən? Universitet barəsində nə düşünürsən? Belə çox... Hə. Hə. Hamısı da keçirik, elə deyil. Hə. Biz ücret totem İcazə oxuyub. Yox. Bizim totemimiz var. Belə. Hə. Gülümsə çək. Adnan Quliyev kimdir? Neçə yaşı var? Hə. Oxuyuruq, axırıncı gün saxlanalım və də... Qoy oxuyur, nə olar? Kəsilməyək də, qoy oxuyur. Hə, mənə bugün bu yardım edəcək. Canım arkadaşım mənim. Mən sənə güvənib gəlmişəm, sənə belə bağlamışam bugün. Bir dənə küləy yəzən, Allah belə küləy yoxdur ölkədə. Ona görə hava belədir. Ona görə... Verir? 17 metrində bırak. 17. Birini solu tam yaz, birini yarımçıq yaz, o biriləri. Boş qoymuyor da. Mən inanıram sizə, mənim dostlarım. Ömər, Telefonuma da işim ortasında qoyarsan. telif yiyəcəm. Ömər. Gəl bura. İmtahanlar barəsində nə düşünürsən? Yəni, YouTube-a video yazırım. İmtahanlar barəsində nə düşünürsən? Nə? İmtahanlar barəsində nə düşünürsən? Yaxşı da, yaxşı olur. Neçəsindən keçibsən, bundan sonra da nə gözləyirsən? 0.5-ni çəkirəm olsa. İkisini çəkmişəm, ikisini çəkmişəm. 6 dənədir, nətə ikisi, 4 dənəsi qaldı. Yaxşı olur. Qalib, sən imtahan barəsində nə düşünürsən? Neçəsindən keçimsən, neçəsindən kəsilmirsən? İki dənə imtahan bir kəsilib, indi görək nə alar. Keçərsən, tarixdə? İnşallah. Sübhanallah. İnşallah. Anı böyüklə deyək. İmtahandan çıxdın necə deyək? Nəsini yazmışam. Necə İmtahan necə keçdi? Kəsilməyəm. Yalan. 5 gün sonra. Çünki yerdə 2 dənə Seyfəddin yazdım, onda biri sən. Neçə yazdın? 2 gün sonra kazandın. 17 var. Niyə bir dənə falan yazdım? 4 tane sağ yazması var mı? Xata xeyriyə mənim. Sen küləydə tutur. O küləydə. O keçəcək. 35-in zıtdan keçəcək. Neçəcək? Tələbənin kəsir olur. Hələ ki mən o hissi yaşamamışım. Ona görə çox xoşbəxtəm. Çox xoşbəxtəm. Hələ ki xoşbəxtəm. Bu tarixdən sonra bədbəxt olmasın yaşayım. Güldürmüyor. Ben Fuad'ın kameramanlığını yayıram burada. Tecrübe yapıyorum. Zanay mıdır? Allah. Fatih'in 8'den gözden. Görün. Bir də şey. Geçen yazdılar. Bir də iki şey yazdım.
Fatmadə onu ikinci dəfə gəlir hakimiyyətə edərək onu yazdı. Ha, yazdım. Birincini də yazdım. İkincisini də yazdım. Hamısını doldurdum. Mənə 4 dəfə girmişdi. Axırda biraz yadımdan çıxdı, kürəklədim, amma sən İçindən düşmüşdü. Mən də yazdım. Sən də fərqli oxuyursan. Üçüncü də Quba düşmüşdü. Xocalı düşmüşdü. O nə yazır o? Görməmiş gün 5-ci yazın. Imposter, necə keçdi imtahan? Imposter mənə? Hə. Yaxşı keçdi. Hiss edirdi. Qəşəng videoları çəkmişik. Sən necə? 4-dən sonra. Bazar bəxtinə. Mən də Quba düşmüşəm. Bunlar da imtahana çıxdılar. Dostlar. Danışın dostlara. Dostlara danışın. Sırayla birləşəcək. Danışın. Belə damlada belə. Ne damlıyor? Damlaya birləşəcək. Sən gəlirsən. Sən mən uxarım. Telefon burada da 2 dənə nəzarətçi birisini izlədim. Ayda. Ona görə qorxmadım. Nətər mənə şey çaşdırır. Adını telefonla yazır ha. Nəzarətçilə bir çıxıb gelir də. Özün qapıdan gözü. Belə bir çönür baxır Ben qapıya. korkuyorum da başa düşüyorsunuz. Elim bir əsrlar çəkirdi. Benim şırım var. Sen gəldilər aparır. Nə aparırdı sən? Həməsən sən Ulan. zəhmət Siz YouTube videomu mən işləşəyəmədiz də. Dünən Elşə imtahan necə gedir? Elşə. 3-də 3. Necə gedir? Ümumi olaraq da universitet, dərs, imtahan. Əla. Mən də Eşən kimi olmaq istəyirəm. Necə edə bilərəm? Gələcəyi Zahid edir uşağı. Zahid nömrə 2. Sizdə necə gedir imtahan? Qarayev, 5 dənə dönmüş. Qara Yusif. Ha? Sizdə imtahan necə gedir? İmtahan gedir də. Ha. Bilmirəm, hər şey ola bilər. Ola bilsin ki, tarixdən də, diskretdən də bir yerə kəsdim, ola bilsin ki, ikisindən də bir yerə Tarixdən keçim. kəsmirsən. Analizi keçsin. Dəqiq bir dənə o da dəqiq. Analiz bir dənə dəqiq olur, hə. Analiz bir dənə dəqiq. İşte qalanlarda Qaba tarixdən sonra cəbirdə zətdə ondan kəsəmək olar. gəl misallarına baxaq. 2 dənə misal yazacağıq. Bir dənə də bir hazırə şəkil edirəm oraya. Bu Allahın qara bəndəsi. Qrup 2 nə gedir? Hə, cavab eləyiblər. Cadu fikir Heç də bilmirdim. eləyiblər. Allah heç də bilmirdim. Hiss edirəm. Burdadır. O cadu şeyləri mənə yazsın. Aa, sən də Instagramda yadında gidici videolar şəkillər atırdın mı? Ərəb dilində yazırdın. Sən elə. Ay, kimsə mənə taxtını bağlayıblar mən. Sən tilsimi qıra bilmirsən bu semestr. Ay. Bu heç bu mənlə bərabər gedirik biz. İkimiz də keçirik.